İmami Məktəbi kanalında İmaməti İnkar Edənlərə kitabının şərhi. Əziz tamaşaçılar, girişdə qeyd etdiyimiz kimi Ustad İbrahim Əs-Saduq kitabına imamət xilafət məsələsinin hər iki məzhəbdəki mərkəzi dəyərini müqayisə etməklə başlayır. Ustad, ən çox ünvanlanan suallardan biri təkfir mövzusunu önə çəkirsiniz. Nə üçün müzakirəyə məhz bu həssas nöqtədən başlamaq qərarına gəldiniz? Bismillahirrahmanirrahim. Düzgün qeyd etdiniz. Biz şiyələrə həmişə belə bir sual ünvanlanır. Siz imamları qəbul etməyənləri kafir sayırsınızsa, bu ağır hökm üçün Qurandan açıq dəlil göstərin. Mən kitabımda göstərirəm ki, bu tək bizim əqidəmiz deyil. Əslində, əhl-i sünnənin böyük alimlərinin əksəriyyətinin də Əbu Bəkir və Ömərin xilafətini inkar edəni kafir hesab etmək kimi ağır bir görüşü var. Çox fundamental bir nöqtədir. Gəlin bu iddia ilə bağlı kitabınızda gətirdiyiniz sünni alimlərinin fikirlərini əks etdirən əsas sitatlara nəzər salaq. Mən ənkərə xilafətə Siddiq əv Umar fəhuvə kafir. Kim Əbu Bəkirin və ya Ömərin xilafətini inkar etsə, kafirdir. Fəməzhəbu Əbi Hənifə ənə mən ənkərə xilafətə Siddiq radiyallahu anh fəhuvə kafir. وكذلك من أنكر خلافة عمر بن الخطاب رضي الله عنه ومنهم من لم يحكي في ذلك خلافا. Əbu Hənifənin əqidəsi bu olub ki, hər kəs Əbu Bəkrin, həmçinin Ömər ibn Xattabın xilafətini inkar etsə, kafirdir. Alimlərdən heç biri bunun əksinə söz deməyiblər. Bədiyyə fətvalarında gəlmişdi ki, Əbu Bəkrin imamətini inkar edən kafirdir. Bəziləri deyir ki, bidətçidir. Həmçinin Ömərin xilafətini də inkar edən ən səhih nəzərə görə kafirdir. Alimlərin əksəriyyəti bu fətvaya etiraz etməyiblər. Ustad, bu fətvalar xüsusən də Əbu Hənifəyə aid edilən görüş və icma ilə müxalifətə görə şəhadətin qəbul olunmaması xüsusilə ciddidir. Siz bu argumentlə əhli sünnəyə hansı sualı ünvanlayırsınız? Məhz burada sualı ünvanlayırıq. Əgər siz əhli sünnə Əbu Bəkir və Ömərin xilafətini inkar edəni təkfir edib qanını, malını halal hesab edirsinizsə, bu cür ağır məsələyə əlinizdə Qurandan, hətta zəif bir əhəd xəbərlə də olsa, hər hansı bir dəlil varmı? Biz şiyələr olaraq sizin güzəştinizə gedirik. Qurandan açıq dəlil istəmirik. Bircə dənə olsun hədis gədirin. Məqsədimiz kimisə ittiham etmək yox, məsələnin əhəmiyyətini göstərməkdir. Bizim görüşümüzdə imamət, böyük alimimiz Şeyx Müfidin sözləri ilə ifadə edilsə, ümmət üçün din və dünyada rəhbərlik məqamıdır. İmam Allahdan tərəfdən xüsusi lütf olaraq təyin olunar. Yəni siz imaməti ilahidən təyin olunan bir məqam kimi görürsünüz. Bu isə bizi kitabınızın növbəti fundamental sualına gətirir. İmamı, rəhbəri Allah seçir, yoxsa insanlar? Bəs bu məsələdə biz Qurani-Kərim məntiqində hansı şərtləri və keyfiyyətləri axtarmalıyıq? Bəli, növbəti müzakirədə məhz buna cavab axtaracağıq. Qurani-Kərimdə imam, öndər, rəhbər olmaq şərti qeyd olunubmu, yoxsa bu məsələ sünnədə varid olub? Gəlin ayələrə müraciət edək.